Bəziləri qayıdır deyir ki, filan alim neçə il namaz qılıb. Namaz qılmaq insanı haqq eləmir. İbn Mülcəm lənətullah əleyh, əleyhissalamı öldürən kəs o kim idi? O namaz qılan deyildimi məcər? İmam Hüseyin əleyhissalamı Kərbəlada şəhid eləyənlər kimlər idi? Oruç tutub namaz qılanlar deyildilər. Peyğəmbərin haqqını qəsb eləyən, Əli əleyhissalamın haqqını qəsb eləyənlər kimlər idi? Yahudilər idi, yoxsa xristiyanlar idi? Yoxsa müsəlmanlar idi? Xanım Fatimətü Zəhra salamullah əleyhanın evinə hücum çəkən kim idi? Və o hadisəni görüb ona susan kimlər idi? Başa düşürsünüz, məsələyə biraz daha geniş baxın. Şəxslərlə məsələni müəyyən eləməyin. Əli əleyhissalam deyir ki, haqqı tanıyın, sonra onun əhlini tanıyarsınız. Haqq şəxslərlə tanınmaz. Bu Əli İbn Əbi Talibin sözüdür əleyhissalam. Siz Əli əleyhissalama inanırsınızsa onun qoyduğu yolla getməlisiniz.